Aprel ayının əvvəlində baş verən şiddətli döyüşlərdən qısa bir vaxt keçməsinə baxmayaraq, erməni silahlı birləşmələri təmas xəttində yenidən təxribatlar törədib. Daha çox atəşə məruz qalan yaşayış məntəqələrindən biri də Tərtərin Qapanlı kəndi olub. Fasilələrlə davam edən atışmalar isə gecə saatlarında daha da intensivləşib və 1 saatdan çox davam edib. Kənd sakinlərinin sözlərinə görə 4 gün davam edən ağır döyüşlərdən sonra cəbhədəki sükut 3 gündən artıq davam etməyib. Gecə saatlarında cəbhədə baş verən atışmalar gündüz saatlarına qədər davam edib. Bu dəfə qarşı tərəf yüngül silahlarla yanaşı artilleriya qurğuları ilə təmas xəttinin bir neçə yüz kilometrliyində yerləşən Tərtərin Şıxar kəndini də atəşə tutub. Atılan mərmilərdən biri Müzəffər İsmailovun evinin üzərinə düşüb. Partlayış nəticəsində ev tamamilə dağıdılıb. Saat 2'ye 20 dəqiqə işləmişdi, 4 dənə mərmi gəldi. Biri mənim evimin sağ tərəfə düşdü, biri sol tərəfə. 3-cü mərmi mənim evimə düşdü, 4-cü zavoda düşdü. Saat 4-ə kimi atdılar. Ordumuz tərəfindən cavab zərbəsi isə düşmənin itki verməsinə, eləcə də bir ədəd döyüş tankının məhvinə səbəb olub. Qeyd edək ki, şiddətli atışmalarda kənd sakinləri arasında ölən və yaralılar olmayıb. Gültəkin Əliyeva, Şamxal Cəlloğlu, Loğman İsmailov, Dünya TV.